Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu ala Rasulillah və ala alihi və ashabihi və mən vələ əmmə ba'd. Sual gəlib. Birinci sual odur ki, İslamda əxlaq məsələsinin önəmi nə qədərdir? İkincisi, Həzrət Ömər radiyallahu anhu qızını dəfn edibmi? Cahillik dönəmində. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu ala Rasulillah və ala alihi və ashabihi və mən vələ əmmə ba'd. Əxlaq məsələsi dinin ən önəmli məsələlərindəndir, qardaşlar. Əxlaq, tərbiyə dinin ən önəmli məsələlərindəndir. İmam-ı Tirmizi rahimehullah Sünən kitabında gətirir hədis. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Əkməlul müminə imanən əhsənuhum əxlaqan. Hədis Alban rahimehullah səhihləşdirib. Möminlərin iman baxımından ən kamil olanları, əxlaq baxımından ən gözəl olanlarıdır. Bu onu göstərir ki, əxlaqın əqidə ilə, əxlaqın imanla, əxlaqın şəriət ilə böyük əlaqəsi var, böyük irtibatı var. İnsanın imanı nə qədər güclü olursa, o qədər o insan əxlaqlı olur, o qədər o insan tərbiyəli olur. İnsanın imanı nə qədər zəif olursa, o insanda əxlaqın nisbəti o qədər zəif olur. O nisbət. Əxlaq deyildikdə Şeyx İbn Ütheymin rahimehullah deyir ki, nəzərdə tutulan insanın Allahla davranışı və insanların insanlarla davranışıdır. Əxlaq dedikdə nəzərdə tutulan insanın Allaha qarşı tərbiyəsi, insanın insana qarşı olan tərbiyəsidir. Allaha qarşı olan tərbiyəmiz nədən ibarətdir? Allahın hökmü oxunduğu zaman tərəddüd etmədən onu yerinə yetirməmizdən ibarətdir. Həmçinin Allahla olan əxlaq nədən ibarətdir? Allahın qəza və qədərinə lazım olduğu zaman, yəni ki, təslim olmaqdır. Lazım olduğu zaman deyərkən, qardaşlar, nəzərdə tutulan nədir? Bilirsiniz, hər kəs həmişə xoşbaxt ola bilməz. Düzdür. Həmişə hər şey istədiyimiz kimi gedə bilməz. Bəzən sevmədiyimiz, xoşlamadığımız, gözləmədiyimiz həvadislər, hadisələr başımıza gəlir. Belə olduğu zaman da mütləq qəza və qədər məsələsinə inanmamız, asilik etməməmiz Allahla olan əxlaqımızdan irəli gəlir. İnsanlarla olan əxlaq da ondan ibarətdir ki, nə əlinlə, nə dilinlə, nə gücünlə, nə vəzifənlə, nə heç nəyinlə başqalarına əziyyət verməməlisən. Başqalarının haqqına girməməlisən. Bir müsəlman olaraq yalan danışmamalısan, böhtən atmamalısan. Bir müsəlman olaraq sən nə əlinlə, nə dilinlə başqalarına əziyyət verməməlisən. İnsanlarla olan əxlaq tərbiyə budur. Böyüyün qədrini biləcəksən, kiçiyin hörmətini. Böyüyün hörmətini biləcəksən, kiçiyin qədrini biləcəksən. Əxlaq tərbiyə, qardaşlar, budur. Başqa bir hədisdə gəlir, Peyğəmbər s.ə.v buyurur. Həmin hədisi də İmam-ı Tirmizi rahimehullah rivayət edib yenə. Peyğəmbər s.ə.v buyurur ki, İnnə min əqrabikum iləyyə. İnnə min əhəbbikum iləyyə. Və əqrabukum minni məclisən yevməl qiyamə əhəsinikum əxlaqan. Sizlərdən mənə ən sevimli olan, ən çox sizlərdən sevdiklərim və qiyamət günü məclisinin mənə ən yaxın olanınız, ən gözəl əxlaqlı, tərbiyəli, mədəniyyətli olanınızdır. Bizdən kim Rasulullah sallallahu aleyhi və səlləmə yaxın olmaq istəyirsə axirət günü, Rasulullah sallallahu aleyhi və səlləmin sevdiyi kəslərdən olmaq istəyir, mütləq o insan əxlaqını düzəltməlidir. Bu onu göstərir ki, cənnətə girməyin səbəblərindən biri nədir? Gözəl əxlaq. Rasulullah sallallahu aleyhi və səlləmin sevgisinə nail olmaq olar mı əxlaqsız? Olmaz. Rasulullah sallallahu aleyhi və səlləmin məclisinə, evinə, cənnətə yaxın olmaq olar mı əxlaqsız? Xeyr. Cənnətə girmək, Rasulullah sallallahu aleyhi və səlləmin sevgisinə nail olmaq və Peyğəmbər sallallahu aleyhi və səlləmə yaxın olmaq, bunların hamısı nədir, qardaşlar? Bunların hamısı əxlaqın səbəbi ilədir.
Əslində, əxlaq haqqında məlumatlar genişdir. Həmçinin Sahih Müslimdə hədis var. Sahih Müslimdə hədis var. Səhv eləmirəmsə, yanlış eləmirəmsə, Allahu aləm, hədisin rəqəmi 2553 nömrəli hədisdir. İmam-ı Navavi rahmehullah bu hədisi əhəmmiyyətinə görə topladığı 40 hədis kitabında da gətirir, 27 nömrəli hədisdir. Peyğəmbər s.ə.v buyurur ki, Əl-birru husnul xuluq. Nə deməkdir? Əl-birru husnul xuluq. Gözəl əxlaqdır bütün xeyirlərin başı. Yəni, bütün xeyirlər və yaxud da gözəl əxlaq böyük, ən böyük xeyirli əməllərdəndir. İbn-i Uteymin rahimehullah deyir ki, bir kəlməsi odur ki, Allah Azza və Cəllə hansı ki Maidə surəsində buyurur, وَتَعَوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى. Yaxşı əməllər və təqva üzrə bir-birinizə yardım edin. Yaxşı əməllər etmək istəyirsənsə, yaxşı əməlləri çoxaldan məsələlərdə, təqvanı, imanı artıran məsələlərdə bir-birinizə yardım edin, deyir Allah Azza və Cəllə. Və Şeyx İbn Uteymin rahimehullah deyir ki, bir kəlməsi çoxlu əməl, yəni xeyirli çoxlu əməllər deməkdir. Ona görə təsəvvür eləyin, yəni gözəl əxlaq xeyirli çoxlu əməllərdən ibarətdir. Bir insanın gözəl əxlaqlı olması, çoxlu xeyirli əməllər etmiş kimi o insanı Allah dərəcəsində ucaltması deməkdir. Ona görə küçümsəməyək, qardaşlar, əxlaq məsələsini. Xüsusən əl-arvad arasında əxlaq mütləq lazımdır. Şəriklər arasında mütləq lazımdır. Dostlar arasında mütləq lazımdır. Ailədə mütləq əxlaq, tərbiyə, mədəniyyət olmalıdır. Övlad, valideyn arasında mütləq tərbiyə lazımdır. İnsan nə qədər əxlaqsız, tərbiyəsiz olursa, o qədər o insanın çevrəsində o insandan daha çox nifrət edirlər. Nə qədər insanda tərbiyə, başqalarına hörmət, başqalarına sayğı, başqalarına davranış üslubu bir insanın əxlaqdan kənar şəkildə olursa, o insan yaşadığı cəmiyyətdə o qədər ucuz olur. Ətrafında o insan o qədər ucuzlaşır, dəyərsizləşir. İnsanı bu dünyada, çevrəsinin içində, ailəsində, dostlarının yanında və Allah qatında da axirət günü, Rasulullah s.ə.v məclisində də qiyamət günü ən çox insanı ucaldan şey onun əxlaqıdır. Və həmçinin bunun əksi də onun insanın əxlaqsızlığıdır. Və dinimizdən necə önəmli məsələləri öyrəniriksə, o şəkildə də əxlaqın bütün növlərini öyrənməmiz lazımdır. Necə danışacağıq, necə güləcəyik, gülüşümüzü necə olacaq, danışığımız necə olacaq, böyüklərlə necə davranacaq, kiçiklərlə necə davranacaq, zövcə ilə necə davranmaq lazımdır, valideynlə necə davranmaq lazımdır, dostla, şəriklə, bunların hamısının İslam çərçivəsində davranışlarına fikir vermək lazımdır. Əsəbləşmək, qəzəblənmək, qardaşlar, əgər Allah üçündürsə, bu əxlaqsızlıq, tərbiyəsizlik deyil. Çünki Rasulullah s.ə.v Allahın dini tapdalandığı zaman qəzəblənərdi. Buna da dini qeyrət deyirlər. Dini qeyrət hər bir müsəlman üçün vacibdir. Əgər evdə sənin zövcən səhlənkarlıq eləyirsə, dinə qarşı çıxırsa, itaatsizlik eləyirsə, Allah üçün qəzəblənməyin dindir. Yolda bir münkər gördün, qəzəblənməyin, inkar eləməyin Allah qatında dindir. Əxlaqsızlıq başqasının haqqına girmək deməkdir. Sualın ikinci bölümü nə idi? Həzrəti Ömər radiyallahu anh qızını dəfn edibmi cahiliyyə dönəmində? Ömər ibn Xattab radiyallahu anh bilirsiniz, İslamın ikinci xəlifəsidir. Rasulullah sallallahu aleyhi və səlləmin ilk cənnətlə müjdələdiyi 10 sahabədən biridir. Ömər ibn Xattab radiyallahu anhu Rasulullah sallallahu aleyhi və səlləmin ən çox təqdirə qoyduğu sahabələrdən biridir. Və İslama ən çox xidmət edənlərdən, dövründə ən çox İslam fətihləri gerçəkləşən xəlifələrdən biridir. Haqqında bir çox yerlərdə eşidirik ki, Ömər ibn Xattab radiyallahu anh qızını cahiliyyə dönəmində, yəni Məkkə müşriklərində adət olduğu kimi qızları olanda aparıb diri-diri dəfn eləyərlərdi, oğlan uşaqları olanda onları saxlayarlardı. Bunu çox eşidirsiniz ki, yəni Ömər ibn Xattab radiyallahu anh qızını aparıb cahiliyyə dönəmində diri-diri dəfn eləyib, dəfn eləmək istəyərkən saqqalından tutub, uşağı deyib ki, atacan məni basırma, məni dəfn eləmə, əmanətə xəyanət eləmə. Ömər ibn Xattab radiyallahu anh onu basırıb, zorla güya qızını dəfn edib. Bu qıssanın əsli yoxdur, qardaşlar.
Belə bir qissa hədis və tarix kitablarında gəlmir bəs. Bunu şiyələr kitablarında uydururlar. Ömər ibn Xattab radiyallahu anh'ın ləkələmək üçün. Güya qəddar olub, uşağını aparıb, diri-diri bastırıb və s. kimi. Sən bunu hədis, tarix, sirə kitablarında əsla tapa bilmərsən. Ni'mətullah el-Cəzairi var, qatı rafizilərdən. O bunu uydurub. Ömər ibn Xattabı ləkələməkdən ötürü. Ona görə deyirik ki, belə bir qıssa yoxdur, batildir. Allahu aləm və sallallahu aleyhi və səlləm və barik alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcmaîn.